be. Belə dövrdə təhsil almaq. Səhər saat 6-da qalxırdıq. 8-də orduyduk. 5 dəqiqə geciksən, Allah rəhmət eləsin, Həsən Cəfərli vardı, böyük təşkilatçı bir kişi idi. O məktəbi saat kimi işlədirdi. Savadlılar. Nələr var? Dərnəklər var da, fizika dərnəyi, kimya dərnəyi, pozitron, mazitron, hamısını mən o vaxtdan bilirdim. Hamısını kitabxanalara gətirdik, alırdıq, oxuyurduq, dərnəklərdə danışırdıq. Rəşməm, 3 kitab çıxarmışsınız deyəsən, düzdür? Bəli. Birinin adı normal fiziologiya. Birinin adı tibbi. Fiziologiyanın əsasları. Burada çox mükəmməl yazılıb. Onun birinci səhifəsi. Burasını oxuyun. Burada görəcəksiniz nələr var. Bəli. Yəni kitab yazmaq tibb çox asan deyil. Çox çətin prosesi. İçilə yazmışam. Bax, buranı oxu görəcəksən. Bərddən oxu, yenə o da eşidilsin. Dünyada ilk dəfə olaraq sütun hüceyrənin... Yəni kök hüceyrə. Kök hüceyrənin fiziologiyası... İnterleykinlər dərsliyə salınmışdır. Dünyada ABŞ-dan sonra Gayton alimdir. İlk dəfə hüceyrə fiziologiyası bu kitabda yazılmışdır. Azərbaycanda ilk dəfə olaraq dölün yeni doğulmuşların və immun sisteminin fiziologiyası bu dərsliklə verilmişdir. Həmçinin bioloji ritmlərin fiziologiyası da dərsliyə salınmışdır. Bunlardan başqa tibbdə çox istifadə olunan rəqamlar lentə alınmışdır və disk şəklində kitab əlavə olunub. Kitaba əlavə olunub. Bu buranı da oxu günən kimi həsr eləmişəm. Deməli, kitabı valideynlərim, orta məktəb müəllimlərim, Rəhman Gələndər, Vəliyev Əhməd, Qarayev Müzəffər, Şirinov İsfəndiyar, Həsən Cəfərli, bayaq dediniz, Fərux Həsənov, Zülfüqar Qafarov, Cavanşir Quliyev, Həbib Qarayev və başqalarına həsr olunur. İnstitut müəllimlərim, akademik Əhəd Həsənov, professor Balakişiyev, Ocaqverdizadə, Qəhrəmanov, Zülfüqar Mamedov, Əl-Kibəyov, Emil Əfəndiyev, Fuad Əfəndiyev, Faiq Əfəndiyev. Onlar qardaşdırlar yoxsa? Yox, onlar hamısı. Ayrı. Onlara ithaf edilir. Nə gözəl. Bax, siz bunları da unutmamışsınız. Dostlar, müəllimlər, ailə, hamısı burada. Bəs, Rəşmən, bu kitablardan Tibb Universitetində istifadə olunur? Onu qabaqda oxu, aç birinci səhvəni. Səhiyyə buna bax. Səhiyyə Nazirliyi Bakı şəhəri 2016-cı ildən deməli 63 saylı kollegiya qərarı əsasən dərslik kimi təsdiq edilib. Artıq bir 10 ilə demək olar ki, 10 ilə yazılıb. Bax, bunu 3 ilə yazmısınız. Bunu da 3 ilə. Bu da bir başqa formada. Bu kök hüceyrə, sütun hüceyrə deyirlər. Dərsliyə salmışam. Sən buna bax. Bir hüceyrədən bir canlı yaratmaq olar. Buna bax, bir hüceyrədən bütün hüceyrələr yaranır. Bax. Bunlar hamısı sizin elmi araşdırmalarınızdır. Bunlar hamısı, bax, hüceyrənin elektron mikroskop, hüceyrənin membranının quruluşudur. Şəkillərlə təsvir edir. Bunu uşaq hamısı. Sizə burada kimsə, məsələn, nəyəsə bağlı kömək eləyirmi? Nəyə? Rəsmlərin işlənilməsi. Bu rəsmin işlənməsində ən çox mənə kömək edən bax bu xanımdır. Mən deməli Cəfərova Aygün xanım. Mirdamət müəllimin qızıdır. Çox gözəl bir qız, savadlı bir xanımdır. O böyük kömək elədi. Demək olar ki, çap edilməsinə də dostlar, zadlar hamısı kömək elədi. Bax, bu elə belə deyil. Çünki bu böyük bir maliyyə işidir. Bəli. Görün buna neçə tiraj çıxıb özdən? 500 dənə. Az deyil. Az deyil. Buna bax, beyni nələr çəkir. Bəs buna nə qədər vaxtınız gedib bu kitabı? Buna 3 il yarım. Çünki bunu yığmaq, toplamaq, bu qədər şəkillər, hasını qoymaq, nələr var. O özdə yazılar, hamam, tamam var. Paralel də işləyirsiniz, oxuyub dərs deyirsiniz. Dərs deyirəm, əlbəttə. Çox böyük işdir, kitab çıxarmaq, özə tibbi kitab. Elə olub ki, səhərə qədər, bax, sigaret çəkirdim o vaxtı. Sigaret damağımda üstünə. Bəli. Səhərə kimi işləmişsiniz, səhərə işləmişsiniz. Bəli, çox. O 3-cü kitabınız da tibblə bağlıdır, yoxsa? Onu ilk dəfə onu yazmışam. Bunu? Yox, o birini. Bəli. Bəs, Rəşmən, siz, məsəl üçün, zəngin həyatınız var da, 87 il kimlərlə görüşmək və bu həyatla bağlı memuarlar yazmaq düşünmüsünüz? Yox, düşünməmişəm. Çox adamlarla görüşmüşəm. Mən Moskvada olanda və burada Bakıda 1975-ci ildə Tibb Elmlər Akademiyasının SSR üzrə burada böyük bir kongresi keçirildi. Mənə 3 nəfər professor, akademik tapşırılmışdı.
Birincisi, Maşkovski o resepturlu kitabı yazan var mı? Reseptleri. Resept, onları yazan Maşkovski idi. İkincisi Anıskov idi. Üçüncüsü familiyası Trestada itin başına bir it de calanmışdı. Bu it hürürdü, bu yatırdı. Bu hürən də o yatırdı. Maraqlı. Maraqlı elmi araşdırmalar aparan alimlərdir.